Bəli, son günlərdə payız mövsümündə olmağımıza baxmayaraq havalar kifayət qədər mülayim davam eləyir. Bəs bu hava şəraiti nə vaxta qədər davam eləyəcək? Bu barədə ətraflı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova cavablandıracaq. Buyurun Gülşad xanım. Salam, hər vaxtınız xeyir olsun. Bəli, çox doğru qeyd elədiniz. Artıq bir neçə gündür ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur. Cənub-şərq küləklərinin üstünlüyü və cənub axınlarının ölkə ərazisində daxil olması nəticəsində hava şəraitinin mülayim keçməsinə və havanın temperaturunun yüksəlməsinə səbəb olub. Yaxın 2 gün ərzində də ölkə ərazisində hava şəraiti mülayim keçəcək. Belə ki, Bakı və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 16-19 dərəcə isti olacaq. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında, xüsusən də Quba, Qusar və Lənkəran-Astara zonasında qısa müddətli yağış yağacağı ehtimal olunur. Bəzi bölgələrdə arabir duman olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 16-20, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq. Belə ki, yaxın 2-3 gün ərzində ölkə ərazisinin hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir. Çox sağ olun Gülşad xanım. Bəli, bizim hələlik sizə buradan çatdıracaqlarımız bu qədər. Sözü yenidən sizə ötürmək istəyirəm.